çatdırdığımız Uyğur türkləri var ki, bizim din, müsəlman bacı və qardaşlarımız ki, əmin bir yerdə deyirlər deyə dinləri rahat bir şəkildə yaşaya bilmirlər, əziyyət çəkirlər. Və yaxud bu günləri Fələstində olan müsəlman bacı və qardaşlarımız əmin bir bölgədə deyirlər hal-hazırda. Çünki əminliyi əllərindən aldılar. Onun üçün əziyyət çəkirlər bu günləri. Amma bu əminliyi biz nə qədər qurursaq öz bəlgəmizdə o qədər rahat bir şəkildə dinimizi yaşayırıq. Allah Subhanahu wa Ta'ala Quran-Kərimdə buyurur ki, sizinlə vuruşanlara qarşı siz də Allah yolunu vuruşun və həddi aşmayın. Şübhəsiz ki, Allah həddi aşanları sevməz. Allah Subhanahu buyurur ki, sizin bölgənizə kimsə gəlib, sizin torpağınızdan sizi çıxartmaq istəyir, siz də onlarla vuruşun. Çünki sizin torpağınızdan sizi çıxardırsa, artıq sizin dini yaşamanızda çətinlik olur. Bizdə ki, bir sağladığımız millətlər. Və yaxud da onun kimi nə qədər müsəlman cəmiyyətləri var ki, öz torpaqlarına didərgin salınır və yaxud öz torpaqları məcburiyyətlə alınır və dindən rahat şəkildə yaşaya bilmirlər. Belə bizim özümüzü göstərir. Neçə illər, 70 il Sovet əsarətində qaldıq və dinimizi rahat bir şəkildə yaşaya bilmədik. Quranı rahat bir şəkildə oxuya bilmədik. Quran dərsi keçirməyə belə qadağan etdilər. Amma Allah'ın olsun bugün sağlam bir yerdir. Bu sağlam bir yeri bizim için gedib çatdıran bir insanlar oldu. Canları ilə, qanları ilə, sağlamlığı ilə bizə bu sağlamlığı, bu sağlam bir şəkildə ibadət edir ki, gəldi.